Salam əziz izləyicilər, BCG kanalına xoş gəlmisiniz. Bugün sizi kədərli bir xəbərlə salamlayırıq. Qax rayonunun tanınmış simalarından biri, rayonun ən məşhur fotoqraflarından hesab edilən Nəriman Zuliyev vəfat edib. Oxu Azın əldə etdiyi məlumata görə, Nəriman Zuliyev uzun illər ərzində Qax rayonunda fotoqraf fəaliyyəti ilə məşğul olub və bölgədə demək olar ki, hər kəs tərəfindən tanınıb. Onun obyektivindən keçən şəkillər bir çox ailələrin ən dəyərli xatirələrinə çevrilib. Toylar, nişanlar, tədbirlər, müxtəlif xoş günlərdə çəkdiyi fotolar insanlar üçün illərlə yadda qalan xatirələr olub. Hazırda onun hansı səbəbdən vəfat etdiyi barədə rəsmi məlumat açıqlanmayıb. Bu xəbər Qax rayonunda və sosial şəbəkələrdə böyük üzüntü ilə qarşılanıb. Bir çox insanlar onun haqqında xoş sözlər yazır, xatirələrini paylaşırlar. Çünki Nəriman Zuliyev yalnız fotoqraf kimi deyil, həm də insanlığı ilə seçilən şəxslərdən biri kimi tanınırdı. Onun vəfat xəbəri rayonda böyük kədər yaradıb. Uzun illər insanların ən önəmli anlarını lentə alan bir insanın itkisi hər kəsi sarsıdıb. Sosial şəbəkələrdə yayılan paylaşımlarda insanlar onun mehriban, sakit və peşəkar biri olduğunu qeyd edirlər. BCG kanalı olaraq mərhumun ailəsinə, yaxınlarına və sevənlərinə dərin hüznə başsağlığı veririk. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Siz də fikirlərinizi şərh bölməsində yaza bilərsiniz. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Ən son xəbərlər və gündəmdə olan hadisələr üçün BCG kanalını izləməyə davam edin.